Azərbaycan torpaqlarının azad edilməsi. 18-ci əsrin 20-ci illərindən danışırıq. Bu dövr Azərbaycanda siyasi vəziyyət qarışıqdır. Səbəblərin bir dövlət kimi varlığı üçün təhlükə yaranıbdır. Ölkənin şərqi Əfqanların, Xəzər yanı ərazilər Rusiyanın, qərbi isə Osmanlıların işğalı altındadır. Düşmənlərə qarşı mübarizə aparmaq üçün vəzifəni 1726-cı ildə 2-ci Təhmasimin yanında qulluğa başlayan və qoşun başçısı təyin olunan Nadirxan Əfşan öz üzərinə aldı. Ümumiyyətlə, bu dövrdə 18-ci əsrin 20-ci illərin sonundan danışırıqsa, Nadir xan xüsusi hərbi istedadından dövlətin ərazisinin böyük bir hissəsini Əfqan işğalçılarından təmizləyibdir. Yəni, Nadir qoşun başçısı təyin olunur və əsas vəzifə kimi Əfqanlardan ölkəni xilas eləməyi görür. Əfşarlar çox döyüşkən tayfalar idi. Nadir də Türk Əfşar boyundan idi. Əfşarlar öz döyüşkənlikləri ilə fərqləndikləri üçün Səfəvi ordusuna mühüm yer tutmuşdular. Hələ biz bunu Şah 1-ci Abbasın dövründə öyrənmişdik ki, Şah 1-ci Abbas Əfşar tayfalarını özbəklərin hücumlarının qarşısını almaq üçün Xorasan sərhədinə göndərmişdi. Bundan sonra Səfəvi dövlətinin qarşısındakı əsas vəzifə Azərbaycan torpaqlarını Osmanlılardan xilas eləmək idi. Çünki Əfqanlara qalib gəldikdən sonra növbəti vəzifə artıq Osmanlıların və Rusların əlində olan torpaqları qaytarmaq idi. Nadir xan Səfəvi dövləti adından Osmanlı dövlətinə müraciət edərək torpaqların geri qaytarılmasını tələb etdi. Osmanlılar tələbi rədd etdilər. 1730-cu ildə Nadir xan Osmanlı dövlətinə qarşı hərbi əməliyyatlara başladı. O, Osmanlı ordusunun Azərbaycandakı əsas dayaq nöqtələrindən biri olan Təbrizi, demək Təbriz Osmanlı əsas dayaq nöqtələrindən biri olubdu. Bunun ardından demək olar ki, itki vermədən Ərdəbili tutdu. Lakin bu zaman Xorasanda Şah hökumətinə qarşı üsyan qalxdı. Nadir xan hərbi əməliyyatları saxlayıb üsyanı yatırmaq üçün Xorasana getməli oldu. Demək gəldi Təbrizi tutdu. Ərdəbili itki vermədən demək olar ki, tutdu. Amma Xorasanda qiyam baş verir deyə üsyanı yatırmaq üçün Xorasana getməli olur. Nadir xanın hərbi uğurları xalq arasında onun nüfuzunu artırdı. Bu isə Səfəvi taxtına əyləşən 2-ci Təhmasibi narahat edirdi. Təbii ki, 2-ci Təhmasib şah ola bunu eləyə bilmədi. Sərkərdə bunu eləyir. Bu 2-ci Təhmasib narahat edir. Demək ki, Səfəvi sarayına əyləşən 2-ci Təhmasib narahat olur. Nadir xan Xorasanda olanda 2-ci Təhmasib xalq arasında nüfuzunu qaldırmaq üçün Osmanlılara qarşı hərbi əməliyyatlara özü rəhbərlik eləməyə qərar aldı ki, bəs mən ölmüşəmmi, Nadir eləsin. Lakin o, İrəvan və Həmədan yaxınlığında ağır itkilər verərək məğlubiyyətə uğradı. Deməli, güya nüfuz qaldırmaq istəyirdi, daha da düşdü. Demək, Nadir Xorasanda olarkən nüfuzunu qaldırmaq üçün 1731-ci ildə, baxın, 30-da Nadir başlayıb, 31-də Təhmasib hərbi əməliyyatlara başlayıb Osmanlıya qarşı. İrəvan Həmədan yaxında, yəni 31-ci il İrəvan və Həmədan yaxında döyüşlərdə ağır məğlubiyyətə uğrayıbdı. Demək, 1731-də Həmədan döyüşü olubdu. Tarixdəki Həmədan döyüşlərimizi yadımıza salaq. Nəticələrini siz öyrənin, mən yada sallam eləcə. 642, 830, 833, 1190, 1197, 1535, 1503 və indi də öyrənirik 1731-ci ildə Həmədan döyüşü. Demək, Osmanlılar Kirmanşah, Həmədan, Urmiya və Təbrizi tutdular. Demək, Təhmasib burada məğlub olur. Hansı ki, Nadir azad elədi Təbrizi, həmin Təbrizi, eyni zamanda da Kirmanşah, Həmədan, Urmiyanı gəlib də Osmanlılar tuturlar. Demək ki, Təbriz yenidən tutulur, Kirmanşah, Həmədan və Urmiyanı da Osmanlılar ələ keçirirlər. Təhmasib ağır vəziyyətə düşür. Çətin vəziyyətə düşən Təhmasib Osmanlı dövləti ilə sülh danışıqlarına başlamağa məcbur olur. 1732-ci ildə Kirmanşahda sülh müqaviləsi imzalanır. Bu müqavilə əsasən Araz çayının şimalda olan Azərbaycan əraziləri və Dağıstan üzərində Osmanlı hakimiyyəti saxlanılır. Deməli, bu müqavilə ilə Araz çayının şimalda olan Azərbaycan əraziləri və Dağıstan üzərində Osmanlı hakimiyyəti saxlanılır. Araz çayı sərhəd xəttinə çevrilir. Bu Türkmən çayla oxşar cəhətdir. Kirmanşah, Türkmən çay, oxşarlıq Araz çayı sərhəd xəttinə çevrilir. Arazdan şimalda olan Azərbaycan əraziləri üzərində məhz Osmanlının hakimiyyəti saxlanılır. Demək, və eyni zamanda Dağıstan da şimalda daxı. Demək, Dağıstan da üzərində Osmanlı hakimiyyəti saxlanılır. Həmin vaxt Rusiya ilə Səfəvi dövləti arasında Osmanlı imperiyasına qarşı birgə hərbi əməliyyatlar aparılması barədə danışıqlar gedirdi.
Bu danışıqların nəticəsi olaraq 1732-ci ildə Rəş şəhərində müqavilə imzalanır. Müqaviləyə görə Rusiya Kür çayının cənubundakı Xəzər sahil vilayətlərdən Səfəvi dövlətinin xeyrinə əl çəkməli və Osmanlı dövləti bu ərazilərə buraxılmamalı idi. Rusiya dövləti Səfəvi tacirlərinə ölkənin hər yerində sərbəst, gömrüksüz ticarət etməyə, Rusiyadan gömrük vermədən mal gətirməyə icazə verirdi. Bunun əvəzində isə Səfəvi dövləti Rusiya ilə əbədi dost olacağını vəd edirdi. Rus tacirləri də gömrük vermədən Səfəvi ərazisindən keçərək Hindistana gedə bilərdilər. Səfəvi ərazisində Rus tacirlərin özlərinin və mallarının toxunulmazlığı təmin edilirdi. Beləliklə, Rəş müqaviləsi ilə Kür çayının cənubda yerləşən Xəzər yanı vilayətlər yenidən rəsmən Səfəvi dövlətinə qaytarıldı. Demək, 1732-ci il Kirmanşah müqaviləsi bağlanıbdır. Baxın, Kirmanşah, adında şah adı var, Kirman adı var. Yəni, bunun Ruslarla heç bir əlaqəsi yoxdur. Görürük ki, bu daha çox Səfəvi ərazisidir və Osmanlı ilə bağlasa bu müqaviləni Osmanlı ilə bağlayır. Demək, 32 Kirmanşah müqaviləsi Osmanlı ilə bağlanıbdır. Araz çayı sərhəd olubdur. Arazdan şimaldakı Azərbaycan ərazisi, yəni İrəvandır, Gəncədir, Şamaxıdır, Şirvan əyalətləri, Tiflis, Dağıstan, bunlar Osmanlı dövlətinə verilibdir. Və yaxud da ki, bu ərazilərdə Osmanlı hakimiyyəti saxlanılıbdır. Araz çayı bu dövlətlər arasında sərhəd olubdur. Bu Kirmanşah müqaviləsinin şərtləridir ki, Osmanlı ilə imzalandı. 32-ci ildə Rəş müqaviləsi imzalanıbdır. Deməli, Kirmanşah müqaviləsi yanvarın 16-sında imzalanıbdır. Rəş müqaviləsi isə yanvarın 21-də imzalanıb. Yəni, aralarında bir həftə kimi vaxt olubdur. Demək, Rəş müqaviləsinin şərtlərində, baxın, Rəş sözü Rusiya, yəni Rusiya, Rəşt Rusiya ilə imzalanıbdır. Bu Səfəvi ilə Rusiya arasındadır. Kirmanşah Səfəvi Osmanlı, Rəşt Rusiya Səfəvi arasında. Kür çayının cənubdakı Xəzər yanı bölgələri, burada Kür çayı məsələsi var. Rəşt, deməli, Kirmanşahda Araz, burada Kür çayı. Kürdən cənubdakı Xəzər yanı bölgələr Səfəvilərə qaytarılır. Səfəvi tacirlərinə də sərbəst gömrük ticarət etməyə icazə verilir. Səfəvi də söz verir ki, əbədi dost olacağım, Xəzər bölgələrini Osmanlı buraxmayacağım. Eyni zamanda da Rus tacirlərin gömrüksüz ərazilərinə keçərək Hindistana getmələrine razı olur. Demək, burada ticarətə aid nə qədər şərt var? Baxın, ticarət 1667-də bağlanıb, ticarət müqaviləsi 1717-də bağlanıb və 1732 Rəşt, 35 Gəncə müqavilələrində də ticarət məsələsinə toxunulubdur. Aha, buranı yadda saxlayaq. İndi Nadirdən danışaq. Deməli, Rəşdi də elə Nadir özü bağlayıbdır. Xorasanda üsyan yatırıldıqdan sonra Nadir xan İsfahana qayıdır və burada nüfuzlu xan və əyanların iştirakı ilə böyük toplantı təşkil edir. Toplantıda 2-ci Təhmasib hakimiyyətdən uzaqlaşdırılır. Şahın az yaşlı oğlu 3-cü Abbas adı ilə şah elan olunur. Nadir xan şahın naibi və vəkili elan olunur. Demək, naib kimi, vəkil kimi nə vaxt gəlir hakimiyyətə Nadir? 1732-də. Çünki bu 3-cü Abbas körpədir. 3-cü Abbasın təbii ki, dövlət idarə eləyəsi deyil. Ona görə dövləti faktik olaraq kim idarə eləyir? Nadir idarə eləyir. Çünki 8 aylıq bir uşaq dövlət idarə edə bilməz. 32-dən 36-ya qədər 3-cü Abbasın hakimiyyət dövrüdür. Demək, bunda naib və vəkil kimi gəlir Nadir və əslində Səfəvi dövlətinin tam səlahiyyətdə hakim olur. Faktiki hakimiyyət məhz Nadirin əlində keçir. Sonra Nadir xan Kirmanşah müqaviləsini ləğv edir. Baxın, 32 gələn kimi Kirmanşahı ləğv edir. Və 1723-cü ildən Osmanlıların tutduğu Səfəvi torpaqlarını geri qaytarmağı tələb edir. Rədd cavabı alan Nadir təbii ki, müharibəyə başlayır və 1732-ci ilin sonlarında Həmədan və Kirmanşahı azad edir. Demək, nə zaman Həmədan və Kirmanşahı azad edir? 1732-ci ilin sonlarında. Həmədan və Kirmanşahı yenidən azad etdikdən sonra, daha sonra İraqa hücum edir. Bağdadda Nadirlə Osmanlı ordusunun baş komandanı arasında 1733-cü ilin əvvəllərində Osmanlıların son 10 ildə işğal etdiyi əraziləri Səfəvilərə qaytarmasını nəzərdə tutan müqavilə imzalanır. Lakin bu müqaviləni Osmanlı hökuməti təsdiq eləmir. Demək, 1733-cü ilin yanvarında Bağdad ətrafında döyüş olur. Burada qalib gəlir və Bağdad hakimi Əhməd Paşa ilə Bağdad sülhünü imzalayır. Bağdad sülhünün şərtlərinə görə də Osmanlı dövləti 10 il ərzində işğal etdiyi Səfəvi torpaqlarını geri qaytarmalıydı. Amma Osmanlı sultanı Bağdad sülhünü təsdiq eləmir. Ona görə də Nadir xan Osmanlını Cənubi Qafqazdan tamamilə çıxarmaq üçün həlledici döyüşlərə başlayır. Azərbaycanın cənubunu Osmanlılardan təmizlədikdən sonra Nadir xan Şirvanda Osmanlı sarayının formal himayəsi altında olan Surxay xanın hakimiyyətinə son qoymaq üçün Şamaxıya yürüş edir. Surxay xan Nadir xanın gəldiyini eşidib Dağıstana qaçır
1734-cü ildə Nadir xan Şamaxını, daha sonra Gəncəni azad edir. Deməli 34-də Şamaxını, daha sonra da Gəncəni azad edir. Nadir xan Şamaxını azad etdikdən sonra Şamaxı əhalisi səbəbi Osmanlı müharibəsi zamanı Surxay xan hakimiyyətini tanıdığı və Osmanlılara kömək elədiyi üçün Şamaxını ələ keçirəndən sonra Nadir şəhərin dağıdılması, əhalisinin isə Ağsuya köçürülməsi haqqında əmr vermişdi. Şəhər dağıdılır, Surxay xan Dağıstana qaçırdı. Şamaxını azad ediləndən 2 ay sonra 34-cü ildə Nadir xan Azərbaycanda Osmanlıların baş dayaq məntəqəsi olan Gəncə baş dayaq məntəqəsi sayılırdı. Gəncəni azad edir. Rusiya səbəblərin Osmanlıya qarşı mübarizə aparmasına şərait yaratmaq üçün, eləcə də Nadirin tələblərini nəzərə alaraq 35-ci ilin martında Gəncə müqaviləsini imzalayır. Bu müqavilənin şərtlərinə əsasən Rus qoşunları Terek çayı ilə cənubdakı Xəzər sahili vilayətləri tamamilə tərk etdi. Gəncə müqaviləsi Rus tacirlərinin Səfəvi dövləti ərazisində sərbəst gömrüksüz ticarət imtiyazlarını bir daha təsdiq elədi Rəşdəki kimi. Rus qoşunlarının Xəzər sahili vilayətlərdən çıxarılması barədə razılığa nail olduqdan sonra Nadir xan Osmanlı dövləti ilə də münasibətləri qəti şəkildə nizama salmaq üçün həlledici döyüşlərə başlayır. İki dövlət arasında hərbi əməliyyatlar yenidən başlanır. İrəvan bölgəsində Səfəvi və Osmanlı qoşunları arasında baş verən qanlı döyüş Nadir xanın qələbəsi ilə nəticələnir. Demək, İrəvan bölgəsində qanlı döyüş baş verir ki, bu da Nadirin qələbəsindən nəticələnir. Müqavimət göstərməyin mənasız olduğunu anlayan Osmanlı hökuməti hərbi əməliyyatları dayandırmaq qərarına gəlir. 1735-ci ilin sonlarında Osmanlı qoşunu zəbt etdiyi bütün Səfəvi torpaqlarını tərk etməyə məcbur olur. 1735-in iyununda İrəvan bölgəsində Üçmiyəcinin şimal-şərqində döyüş baş verir ki, Nadir xan tam qələbəsindən başa çatır və bundan sonra da Sultan əmri ilə Osmanlı qoşunu Azərbaycandan geri çağırılır və Nadir Osmanlı qoşununu Cənubi Qafqazdan tamamilə çıxarır, Səfəvilərin əvvəlki sərhədlərini bərpa edir. Bu da 1735-ci ildə Rusiya və Osmanlı üçün oxşar cəhətdir ki, hər ikisi də öz qoşunlarını Azərbaycandan çıxarır. Amma Rusiya Gəncə müqaviləsindən, Osmanlı isə döyüşdən sonra. Nadir xan hakimiyyəti çevriliş yolu ilə ələ keçirməyi düzgün hesab eləmirdi. Çünki bu zaman onun hakimiyyəti xalq və əyanlar tərəfindən qəbul olunmaya bilərdi. Hakimiyyəti qanuni yolla ələ almaq üçün Nadir xan bütün ölkə nümayəndələrini iştirak edəcəyi qurultay çağırmağı və bu mötəbər məclisdə özünü şah elan etməyə qərar alır. Qurultay 1736-cı ildə Muğanda, Suqovuşan adlı yerdə keçirilir. Toplaşanlar taxta kimin sahib olacağını müzakirə edirlər. Qarabağın Ziyadoğlu, Otuzkilər, Kəbirli və Cavanşir tayfalarının başçıları da qurultayda iştirak edirdilər. Onlar hökmdar sülaləsinə mənsub olmadığına görə Nadir xanın şah taxtına oturmasına qarşı çıxdılar. Buna baxmayaraq qurultay iştirakçılarının böyük hissəsi tərəfindən dəstəklənən Nadir xan istəyinə nail oldu. Beləliklə, Səfəvilər dövlətinin yerindəki yeni türk sülaləsinin idarə etdiyi Əfşarlar dövləti yarandı. Demək, 1736 Səfəv dövləti süqut elədi, yeni dövlət Əfşar imperiyası yarandı. Qarabağ tayfalarının Nadir xanın şah olmasına qarşı çıxması onlara baha başa gəldi. Taxt tacı sahib olandan sonra Nadir bu tayfaların başçılarının ailələri ilə birlikdə Xorasana sürgün elədi. Qarabağ bəylərbəyliyinin cəzası daha ağır oldu. Bəylərbəyinin cəzası. Bu bəylərbəyliyə daxil olan Borçalı, Qazaq, Şəmşəddin mahalları bu Nadirin səhvi idi ki, Nadir şah özündən asılı olan Gürcü hakiminin tabiliyinə verdi. Bu Azərbaycanın gələcək tarix üçün uğursuz addım idi. Burada da Mirzəli Gözəl bəyin yazdıqlarına diqqət edərik. Nadir şahın, deməli artıq 1736-dan sonra Nadir şahdan danışırıq. 32-36-ya qədər baxın diqqət edirik, vəkil və naibdir. 26-da qoşun başçısıdır, amma 36-dan şahdır. Deməli, Nadir şahın daxili siyasətindən danışsaq, Nadir şah yaratdığı yeni dövlətə Məşhəd şəhərini paytaxt seçir. O ölkənin mərkəzləşdirilməsi üçün tədbirlər həyata keçirir. İdarə aparatında da islahatlar eləyərək bir sıra ali vəzifələri, o cümlədən baş vəzir, sədr-əzəm vəzifələrini ləğv edir. Demək, baş vəzir və sədr-əzəm vəzifələrini ləğv edir. Səfəvi dövründə Azərbaycanda mövcud olan Qarabağ, Çursət, Təbriz, Şirvan bəylərbəyliklər əvəzinə Azərbaycan əyaləti yaradır. Yəni, mövcud olmuş ki, bəylərbəyliklər var idi. Qarabağ bəylərbəyliyi, Çursət, Təbriz, Şirvan, yəni 4 bəylərbəylik. Hansı ki, dedik ki, bu Səfəvlərdə elə yarananda Qarabağ və Təbriz bəylərbəyliyi idi. Ardından İrəvan bəylərbəyliyi 1538 Şirvan süqut edəndən sonra Şirvan bəylərbəyliyi yaradılmışdı. O da Təhmasibin dövründə idi. Sonra Abbasın dövründə öyrəndik ki,
torpaqlarımız istirilir deyə Abbas əlimizdə qalan torpaqlar hesabına Vahid Azərbaycan bəylərbəyliyi yaradır. Amma baxın, Abbas hansısa bəylərbəyliyi ləğv edib yaratmamışdı. Əlində qalan torpaqlarda yaratmışdı. Amma ondan sonra, torpaqlar azad olunandan sonra Abbasın dövründə yenidən bəylərbəylik bərpa olunur. 17-ci əsrin ikinci yarısında yenə də bizdə Qarabağ, Çuxursa, Təbriz, Şirvan bəylərbəyliyi var. Azərbaycanda təbii ki. Və bu Azərbaycanda olan bu 4 bəylərbəyliyi ləğv eləyir, əvəzinə Azərbaycan əyaləti yaradır. Nadir Şah mərkəzi Təbriz olan bu əyalətə qardaşı İbrahim xanı hakim təyin edir. Həmçinin ona sadiq olanların hamısını yüksək vəzifələrə qoyur. Yeni şahın hakimiyyətini qəbul etmiş hakimlərin yanına nəzarət üçün Nadir Şah tərəfindən xüsusi naiblər təyin olunur. Nadir Şahın daxili siyasəti mərkəzi hakimiyyəti gücləndirir, ayrı-ayrı təfə başçılarının mövqeyini zəiflədir. Nadir Şah vergi saatı keçirərək ilk növbədə vergi toplanmasını qaydaya salır. Aydın vəzifə bölgüsü, ciddi nəzarət, dəqiq hesablama sayəsində dövlətin gəliri az müddətdə xeyli artır. Nadir Şah din xadimlərinin dövlət işlərinə müdaxiləsinin qarşısını alır. O, eyni zamanda ruhani mövqeyindən istifadə edib, özünə sərvət toplayan din xadimlərinə qarşı barışmaz münasibət bəsləyir. 2-ci İsmaildə də öyrənmişdik bunu. Sünni Şiə ayrı seçkilinə son qoymaq istəyirdi. Deməli, Nadir Şahın hərbi səfərlərdə uğurlar əldə etməsinin səbəblərindən biri də onun güclü ordu yaratması idi. Nadir Şah ordunun formalaşdırılmasına, Səfəvi dövlətinə aid olan bir sıra xüsusiyyətləri qoruyub saxlamış, özü də bu işə bir sıra ciddi yeniliklər gətirmişdi. Onun ordusunun aparıcı hissəsini süvari qoşun təşkil edirdi. Çünki hələ də dövrünün hərbi əməliyyatlarında cəld və gözlənilməz hücumlar həlledici amil idi. Nadir Şah dövründə yüngül artilleriyalardan, yəni zəmburəklərdən istifadə genişləndi. Şahın əmri ilə rəiyyət hərbi qulluğa çağırıldı. Demək, rəiyyəti, kəndləri də hərbi qulluğa çağırmışdı. Amma bu da kənd təsərrüfatının zəifləməyini gətirib çıxartdı. Nadir Şah məharətli bir sərkərdə kimi öz güclü ordusu ilə qısa vaxt ərzində geniş əraziyə malik bir imperiya yaratmağa nail oldu. Nadir Şah uzaq görən dövlət xadimi idi. O, dəniz sahilində yerləşmiş ölkə üçün hərbi dəniz donanmasının çox vacib olduğunu yaxşı bilirdi. Burada yenə nadir haqda mənbə var ki, Azərbaycan mütəfəkkirləri Əhməd Bayağıoğlu İran və İnqilabı adlı əsərində Türk dünyasını birləşdirmək cəhdini yüksək qiymətləndirib. Nadir Şah bu işdə Türkistanı, Hindistanı, Buxaranı, Xivəni alır, Osmanlılarla birləşmək istəyir. Sünni Şiə ixtilaflarını aradan qaldıraraq vahid bir millət, vahid bir ümmət sevdasına düşür. Fəqət bu sevdaya İstanbulun inadı mane olur. Bu barədə məlumat var. Bizi Türkmən elinin mirasçısı kimi şah və baş komandanı seçdilər. Əyalət və oymaq bəyləri Türk, Tacik, izzət sahibi əyanları bir araya gətirməklə onlar Səfəvi sülaləsinə tabe olmaqdan vazgeçdilər. Bu da Qarabağ bəylərbəyliyi haqqındakı məlumatdır. Burada deməli Nadir Şah Əfşarın imperiyasına baxaq, geniş bir ərazini əhatə edibdi. Gördüyümüz kimi geniş bir imperiyadır Nadir'in imperiyası. Yuxarıda Xivə xanlığı, Buxara əmirliyi var. Artıq buradan Çindir. Burada Böyük Moğol dövlətindir. Bu da bildiyimiz kimi Azərbaycan ərazisidir. Nadir imperiyasının paytaxtı Məşhəd şəhəri olub. Məşhəd şəhərin yerini əzbər bilməliyik. Deməli, Xəzərdən sağa doğru, Xəzərin sonundan sağa doğru gedirik. Məşhəd şəhəri olubdur. Məşhəd. Bilirik ki, Məşhəd hazırda İran ərazisində yerləşir. Nadir imperiyasının paytaxtı olduğu Məşhəd şəhəri. Deməli, dövlətin şimaldan və cənubdan, eyni zamanda dənizdən təhlükəsizliyini təmin etmək lazım idi. Buna görə də Nadir İran körfəzində və Xəzər dənizində hərbi donanma yaratmaq qərarına gəlir. Bu məqsədlə İngiltərə, Hollandiya, Rusiya ilə danışıqlar aparmışdı. Kimlə danışıqlar aparmışdı? İngiltərə, Hollandiya, Rusiya ilə danışıqlar aparmışdı. Osmanlı dövləti ilə yeni müharibənin başlanması Nadir Şah dəniz donanması yaratmaq təşəbbüsünü təxirə salmağa məcbur elədi. Buna baxmayaraq o təşəbbüsünü sonralar da davam etdirirdi. Nadir Şah donanma mütəxəssislərinin yetişdirilməsi, gəmi qayırma, top istehsal edilməsinin inşa edilməsi üçün bir sıra tədbirlər gördü. Bu addımlar dövlətin gücləndirilməsi üçün artırılırdı və öz faydasını vermişdi. Ölkədə yaranmış ağır sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması məqsədi ilə Nadir Şah uğurlu hərbi yürüşlər həyata keçirməyi nəzərdə tutmuşdu. Hərbi yürüşlərdən əldə edilmiş qənimət və sərvət xalqın rifahı üçün sərf edilməli idi. Digər tərəfdən hərbi yürüşləri həyata keçirmək üçün külli miqdarda vəsait lazım idi. Nadir Şah həmin vəsaitin əldə olunması üçün əhalidən məhsula yığılan vergini pulla əvəz edərək vəziyyətdən çıxmaq istəsə də buna nail ola bilmədi. Bu addım kəndlərin vəziyyətinin daha da ağırlaşmasına səbəb oldu.
Nadir Şah 1737-ci ildə böyük ordu ilə Mərkəzi Asiya və Hindistana yürüş elədi. Demək, Nadirin Hindistana yürüşü, Mərkəzi Asiya və Hindistana yürüşü 1737-ci ildədir. Hindistana yürüş edən hökmdarları xatırlayaq. Eradan əvvəl 327 İskəndər, sonra 6-cı əsrin əvvəlində Mihraqul xan öyrənlik türklərdən yürüş edibdi. Sonra 11-ci əsrdə Mahmud Qəznəlini deyirik, Hindistana yürüş edibdi. Sonra Hindistanda yaranmış Türk Sultanlığı 1206 deyilir. Sonra 1526 Moğol öyrənirik. Məsələn, Əmir Teymurun Hindistana yürüşünü öyrənirik 1398-ci ildə. İndi də Hindistana yürüş 1737-ci ildə Nadirdə öyrənirik. Onun ölkədə olmamasından istifadə edən Car əhalisi 1738-ci ildə üsyan qaldırır. Şahın qardaşı İbrahim xanın başçılıq etdiyi dəstə Car vilayətinə gedir. İbrahim xan döyüşdə öldürülür. Üsyançılar bir sıra inzibati mərkəzləri mühasirəyə alırlar. Onlar demək olar ki, Şirvandakı bütün karvan yollarına nəzarət edirdilər. Vəziyyətin ciddi olduğunu görən Nadir Şah üsyançılara qarşı yürüşə özü başçılıq eləməyə qərar aldı və 1741-ci ilin yazında Mərkəzi Asiya səfərini başa çatdıraraq ordusunu Car vilayətinə və Cənubi Dağıstana yönəltdi. Üsyan böyük çətinliklə yatırıldı. Burada da Nadir yürüşü zamanı Car əhalisinin istehkamlarından məhz Cingöz qalası olduğu güman olunubdur. Cingöz qalası. Ağır vergi siyasətindən narazı olan xalq yaxşı hökmdar arzulayırdı. Əhalinin müəyyən təbəqələr arasında Səfəvilər sülaləsinin hakimiyyətinin davam etdirilməsindən rəğbətlə yanaşanlar hələ də qalmaqdaydı. Öz niyyətlərinə nail olmaq istəyən qüvvələr xalq arasında kütləvi etirazlar yaradaraq Səfəvilər sülaləsinə olan rəğbətdən istifadə etməyə çalışırdılar. Bunun nəticəsidir ki, əslində Səfəvi sülaləsindən olmayan bəzi şəxslər özlərini Səfəvi şahzadələri kimi qələmə verib, ətraflarına çoxlu qüvvə toplayaraq bir neçə ixtişaçının təhrikçisi və rəhbəri ola bildilər. 1743-cü ildə Şirvanda Səfəvi sülaləsinə mənsub olduğunu elə iddia edən yalancı şahzadə meydana çıxdı. O özünü Səfəvi şahı Sultan Hüseynin oğlu Bindi Sam Mirzə elan elədi. Bindi Sam Mirzə az müddət ərzində öz ətrafına böyük dəstə toplaya bildi. Tezliklə Nadir Şaha bircə hərəkət eləməyə söz verən Qazqumluqlu Surxay xan da Bindi Sam Mirzənin düşərgəsinə gəldi. Nadir Şaha qarşı bircə hərəkət eləmək üçün. Onlar Yeni Şamaxıya, Ağsuya hücum edərək şəhəri tutdular. 1-ci Sam Mirzənin Ağsuda həyata keçirdiyi ilk tədbir Nadir Şah tərəfindən qoyulmuş vergiləri ləğv eləmək oldu. Belə siyasət əhali içərisində 1-ci Sam Mirzənin nüfuzunu daha da artırdı. Tezliklə Nadir Şah 1-ci Sam Mirzəyə qarşı oğlu Nəsrullah Mirzənin başçılığından nizami ordu göndərdi. Şamaxı yaxınlığında baş vermiş döyüşdə Sam Mirzə məğlub oldu və qaçmaq istəyərkən ələ keçirilib edam edildi. Surxay xan Dağıstanda gizlənə bildi. 1743-cün sonunda özünü Səfəvi taxtının qanuni varisi kimi qələmə verən başqa bir şəxs 2-ci Sam Mirzə peyda oldu. O Təbrizdə üsyana başçılıq eləməyə cəhd göstərmiş, lakin tezliklə ələ keçirib ifşa olunmuşdu. Hakimiyyət dairələri onu ciddi rəqib saymayaraq azad buraxmışdılar. Uzun müddət sərkardan həyat keçirdən sonra 2-ci Sam Mirzə Dağıstanda özünə sığınacaq tapmışdı. Burada özünü Səfəvi sülaləsindən olan şahzadə kimi təqdim etmiş, əhali buna inandıra bilmişdi. Yalancı şahzadə qısa müddətdə ətrafına xeyli tərəfdar toplayır və Qazqumluqlu Surxay xan oğlu ilə ittifaq bağlayaraq, baxın, birincidə Qazqumluqlu Surxay xanın özü idi, burada oğludur. Şirvanda genişlənməkdə olan üsyana başçılıq eləməyə başlayır. Üsyançılar onun rəhbərliyi ilə Şirvanın mərkəzi olan Yeni Şamaxıya doğru irəliləyirlər. Üsyan bütün Şirvanı bürünmüşdü. Nadir Şahın üsyan yatırmaq üçün gördüyü tədbirlər isə heç bir nəticə vermirdi. Şabranla Dərbənd arasında Nadir Şahın qoşunu ilə üsyançıların şiddətli toqquşmaları baş verdi. Harada? Şabran və Dərbənd arasında. Osmanlı dövləti ilə müharibə aparan Nadir Şah Şirvanda olan hadisələrin genişlənə biləcəyindən narahat olur. O, Osmanlı dövləti ilə sülh müqaviləsi imzalayıb, deməli Nadirin də Osmanlı ilə sülh müqaviləsi var, baxın, diqqət edək. Əsas qüvvələri Azərbaycandakı üsyanları yatırmağa yönəldir. Nadir Şahın oğlu Nəsrullah Mirzə böyük bir qoşunla Şirvana gəlir. 43-cün sonlarında Nəsrullah Mirzənin qoşunu üsyançılara döyüşə girir. Ağsu yaxınında baş vermiş döyüşdə 2-ci Sam Mirzə məğlub olaraq Ağsu qalasına çəkilir və Nəsrullah Mirzənin qoşununa müqavimət göstərməkdə davam edir. Nəsrullah Mirzə Ağsu qalasını bir neçə gün mühasirədə saxladıqdan sonra top atəşi ilə ələ keçirir. Şirvan üsyanı yatırılır. 2-ci Sam Mirzə kiçik bir dəstə ilə Ağsu qalasını tərk edib Gürcüstana qaçır. Gürcü hakimi 2-ci Sam Mirzəni əsir alaraq Nadir Şaha təhvil verir.
1741-ci ildə Şəkillər Nadir Şaha ərizə yazıb, yerli hakim Məlik Nəcəfin öz başlanılığından, vergilərin artırılmasından şikayətlənmişdilər. Nadir Şah əhalini sakitləşdirmək üçün Şəkidə böyük nüfuzu olan Hacı Çələbini mahal üzrə vəkil təyin edir. Hacı Çələbi Məlik Nəcəfin əməllərinin qarşısını almağa çalışır, əvəzində Məlik Nəcəf Hacı Çələbidən şaha şikayət edir. Qəzəblənmiş Nadir Şah onların ikisini də Dərbənd yaxınındakı düşərgəsinə öz hüzuruna çağırır və Hacı Çələbinin asılmasını əmr edir. Hacı Çələbi isə cəsarətlə Məlik Nəcəfin şahın təyin elədiyi vergiləri öz başına artırdığını, bu yolla da cibini doldurduğunu, xalqı şahdan narazı saldığını bildirdi. Hacı Çələbinin sözlərinə inanıb onu bağışlayır, hətta vəkillik səlahiyyətini də artırır Nadir Şah. Şahın yanında qayıtdan sonra Hacı Çələbi Məlik Nəcəfi daha çox sıxışdırmağa başlayır. Məlik Nəcəf yenə ondan şaha şikayət edir. Nadir Şah Hacı Çələbini hüzuruna çağırır. Bu dəfə edamdan yaxa qurtarmayacağını yaxşı dərk edən Hacı Çələbi şahın hüzuruna getməkdən imtina edir və 43-cü ildə öz tərəfdarlarını toplayıb Məlik Nəcəfi öldürür, özünü xan elan edərək Şəki vilayətinə hakimiyyəti ələ alır. Daxili və xarici vəziyyət Nadir Şaha qoşunu parçalayıb bir hissəsini Şəkiyə göndərmək imkanı vermirdi. Bu zaman Dərbənd, Car, Qarabağ, İrəvan bölgələrində və dövlətin cənub ərazilərində də çıxışlar davam edirdi. Deməli, ölkənin bir çox yerlərində çıxışlar davam edir. Harada? Dərbənddə, İrəvanda, Qarabağda, Carda. Hacı Çələbi tezliklə Nadir Şahın ordusunun Şəkiyə yürüş edəcəyini anladığına görə Şəki əhalisini Gələsən Görəsən qalasına köçürüb, oraya azuqə və sursat ehtiyat toplayır. Yalnız 1746-cı ildə ərzaq çatışmazlığı nəticəsində qalada yaranmış ağır vəziyyətə əlaqədar Hacı Çələbi Nadir Şahın hakimiyyətini tanıdığını bildirir. Nadir Şah da güzəştə gedir, Hacı Çələbini yenidən Şəkiyə vəkil təyin edir. Xalq kütlələrinin ağır vəziyyətinə baxmayaraq əhali üzərinə yeni vergilər qoyulması haqqında fərmanlar verilir. Hökumətin bu tədbirləri xalq kütlələrinin yeni silahlı üsyanlara başlaması üçün təkan olur. Bu dövrdə artıq Əfşarlar dövləti tam tənəzzül keçirirdi. Hakimiyyət əleyhinə çıxışlar artmaqdaydı. Üsyanlar hamısı eyni vaxtda başlanırdı. Bu isə şah qüvvələrinin parçalanmasına, maddi ehtiyatların tükənməsinə səbəb olurdu. Aramsız müharibələr, iqtisadi vəziyyətin ağırlığı, əhalinin var-yoxdan çıxması, sosial ziddiyyətlər Nadir Şahın imperiyasının süqutu doğru aparırdı. Azərbaycanın cənub vilayətlərində də vəziyyət sabit deyildi. Ərdəbildə başlamış güclü üsyan başında özünü 3-cü San Mirzə kimi qələmə verən növbəti Yalancı Şahzadə dayanırdı. Əhalinin mərkəzi hökumətə qarşı narazılığından istifadə edən 3-cü San Mirzə silahlı dəstələr yaradıb Təbrizdə hakimiyyəti ələ aldı. 1747-ci ildə Nadir Şah sui-qəsd nəticəsində öldürüldü. Nadir Şahın ölümündən sonra 3-cü San Mirzə qəti addımlar atdı. O Nadir Şah tərəfindən qoyulmuş idarə sistemini ləğv edib Təbrizə pul zərb etdirdi. Azərbaycan xanlarına onun ali hakimiyyətini qəbul etmələri haqqında fərmanlar göndərdi. Öz müstəqilliklərini elan edən Azərbaycan xanları 3-cü San Mirzənin fərmanını cavabsız qoydular. San Mirzə hakimiyyətdə uzun müddət qala bilmədi. Tezliklə Nadir Şahın əmisi oğlu İrəvan hakimi Əmraslan xanın ordusu 3-cü San Mirzənin qoşununu məğlubiyyətə uğratdı. Özünü isə edam etdirdi. Bütün Azərbaycan torpaqlarında feodal dağınıqlı dövrü başlandı. Azərbaycan müstəqil və yarım müstəqil xanlıqlara, sultanlıqlara, camaat və məliklərə parçalandı. Vahid mərkəzləşdirilmiş dövlətin bərpa edilə bilməməsinin iqtisadi və siyasi səbəbləri var idi. İqtisadi səbəb o idi ki, iqtisadi əlaqələr zəif idi. Siyasi səbəb feodal hakimlər arasında hakimiyyət uğruna mübarizə gedirdi. Xarici dövlətlər müdaxilə edirdi. Ümumiyyətlə bundan da xanlıqlar dövrü, yəni dağınıqlıq dövrü başlayır Nadirin ölümündən. 18-ci əsrin ikinci yarısı Azərbaycanda feodal pərakəndəlik, siyasi pərakəndəlik, dağınıqlıq dövrüdür. Vahid dövlət yoxdur, vahid bazar yoxdur. Deməli, bu hansı dövrdən oxşar cəhətdir? 9-11-ci əsrdən oxşar cəhət təşkil edir.